Hər dəfə bu sualı görəndə abituriyentlərimdən eyni sualı eşidirəm. Müəllim, bunun daha qısa yolu yoxmu? Bölmədən başqa daha asan izahı yoxdurmu? Mən də bunları nəzərə alaraq bir video çəkmək istədim. Gəlin birlikdə. İndi gəldik 95-ci suala. Belə deyim ki, abituriyentlərin yenə deyirəm, düşünürəm ki, bu videodan sonra yəni qaranlığı qalmayacaq. Onluq say sistemindəki 50 ədədi hansı ən kiçik əsaslı say sistemində 3 rəqəmli yazılır? Baxın, bu düsturda yazıram. N kaçıq 1 kiçik bərabərdir 50. Kiçikdir N üstünə K. Baxın, burada N nədir? Say sistemidir. Say sistemi. Burada 50 yazmayayım da, bura hələ ki X yazım. Burada K mərtəbə sayı. Mərtəbə sayı. Burada X isə bu verilən onluq ədəd. Onluq ədəd. Bu belə. İndi uşaqlarda bəzən bu hissədə niyə sol tərəfdə bərabərlik var, niyə sağ tərəfdə kiçik var? Baxın. 3 rəqəmli ədəd 100-dən başlayır. Düzdürmü? 100-dən başlayır. Və 3 rəqəmli dediyi üçün onluq say sistemində 10 K nəyə bərabərdir? Mərtəbə sayı 3-ə. 3 çıx 1, 2. Bax, bu onun kvadratı 100-ə bərabərdir də. Yəni 100, belə deyim ki, bu X ədədi elə həmin ədəd özü ola bilər. Başa düşdünüz nə demək istəyirəm? Bu belə. Bunu izah elədik. Yəni aydın oldu niyə sol tərəfdə belə deyim ki, kiçik bərabər var. Kiçik olur. Bərabərlik niyə olur? Bu belə. İndi gələk. Bizdə sualımıza. Onluq say sistemindəki 50 ədədi hansı ən kiçik əsaslı say sistemindəki 3 rəqəmli yazılır? Baxın, gəlin 3 yazım bu tərəfdə. Düzdürmü? 3-ün belə deyim ki, 3-dən də 1 çıxanda 2. Kvadratı 9. Bu 9 kiçik bərabərdir 50 şərtimi ödədi. Düzdürmü? Amma burada 3-ün belə deyim ki, kubu 27. Amma burada 50 kiçikdir 27 şərtimi nədir? Ödəmir. Aydındır? Şərtimi ödəmir. İndi ona görə gəlin, baxın 7 üstündə götürsək, çünki qüvvətə yaxın olanı götürməliyik ki, bu bərabərlik ödəsin. İndi 7-nin kvadratı, yəni kada 3 olduğu üçün 3-dən 1 çıxdım 2. Kiçik bərabərdir 50. Kiçikdir nə? N-in N deyəndə burada yazsaq 4, 3 yaza bilmərəm. Çünki 27, 50, 27-dən kiçik olmayacaq. 4. Aydındır. 4-ün kubu. İndi mən niyə bunu yazdım? Ən böyüyü, ən kiçiyi, bizdə ən kiçik istəyir. Belə deyim ki, ən böyüyünə görə həm ən böyüyünü tapaq, həm ən kiçik. Yəni, həm maksı tapaq, həm minimumu tapaq. Görək, bu sol tərəfdə mən maksı tapa bilirəmmi? Yoxsa bu sağ tərəf, belə deyim ki, sağ tərəfdə maksı tapa bilirəm. Bunun üçün də gəlin baxın, 49 kiçik bərabərdirmi 50? Amma burada 6 da ola bilər də. 36 kiçik bərabərdirmi 50? Şərtim ödəyir. 5, 25 kiçik bərabərdirmi 50? Bu şərtim ödəyir. Deməli, burada bunlar da ödəyə bildiyi üçün maks olaraq nə olacaq? 7. İndi gəldik bura. Amma bura bayaq dediyim kimi 3 qoysam, 3-ün kubu nə eləyir? 27. Amma burada şərtim ödəmir. Ona görə 4 minimum olacaq ki, burada nədir? 4-ün 64. 50 kiçikdir nədir? 64 şərtimi ödəyir. Ona görə nə olacaq? Minimumda bərabər olacaq 4-ə. Bizə də nə istəyir? Ən kiçik əsaslı say sistemində 3 rəqəmli yazılar Y variantı bura gedəcək. Sizin də ikinci, üçüncünü də cavabınızı, izahınızı kanalımda gözləyirəm. Sizə faydalı oldusa abunə olmağı, bəyənməyi unutmayın.